Xoş gəlmisiniz. Kanalımıza abunə olduğunuza görə təşəkkür. Hamiləlikdə şişkinlik normaldır, vergül. Bəs nə vaxt təhlükəlidir? İndi bilmirəm bu şişkinlik normaldır, sual verilir, yoxsa qeyd olunur. Çünki mən həmişə deyirəm ki, hamiləlikdə ayaqların şişkinliyi normaldır, bəli. Bəs nə vaxt təhlükəlidir? Çox olanda təhlükəlidir. Bir tərəflidirsə, venaların tıxanması, tromboz fikirləşə bilərik, ağrılıdırsa, rəng dəyişibsə. İki tərəflidirsə, hər hamilədə olan dərəcədirsə, buna fikir vermirik. Türklər demişkən takılmırıq. Amma nə edirik? Hamilənin hər müayinəsində təzyiqini ölçürük. Hamiləyə deyirik ki, evdə imkan tapanda özün də təzyiqini ölç. Təzyiqdən arxayın olandan sonra biz deyirik ki, şişkinlik təhlükəsizdir. Arada sırada sidikdə zülala baxırıq. Zülal yoxdursa, sidikdə deyirik ki, şişkinlik hər hamilədə olan dərəcədədir, fiziolojidir, təbii haldır. Mexaniki səbəbdəndir, hormonal səbəbdəndir, amma yenə də təbii haldır, təhlükəsizdir. Əldə üzdə şişmə varsa, artıq həyəcan siqnalı çalınır. Təzyiqə bir də baxırıq, zülala bir də baxırıq ki, görürük ki, bu artıq preeklamsiyanın əlamətidir. Burada biraz üstünə getmək lazımdır, araşdırmaq lazımdır. Şiddətli ağır preeklamsiya varsa hamiləliyi sonlandırmağa qədər gəlib çıxa bilər. Bu artıq təhlükəli durumdur. Gəlin fikrimizi cəmləşdirək, söhbətimizi yekunlaşdıraq. Ayaqlarda cüzi miqdarda şişkinlik hamiləlikdə təhlükəli deyil, hər hamilədə olur. Amma şişkinlik artırsa həkimə müraciət etmək lazımdır. Sizə əziyyət verirsə həkimə müraciət etmək lazımdır. Bir nüansı da qeyd edeyim, bəzilərinin yazdığı sidik qovucuları qəbul etmək olmaz. Sidik qovuculu müalicəsi, sidik qovucu hamiləlikdə qətiyyən qəbul etmək olmaz. Bu müalicələrdən qaçın. Mexaniki şəkildə ayaqları biraz hündürdə saxlamaqla gecə yatanda o şişkinliyi biraz azalda bilərsiniz. Əliniz, üzünüz şişirsə həkimə müraciət edin. Təzyiqiniz yüksəlirsə həkimə müraciət edin. Sidik analizində zülal çıxıbsa mütləq bunu daha da iləri analizlərlə dəqiqləşdirib, diaqnozu dəqiqləşdirib, ona görə tədbir görməliyik biz həkimlər. Sağlam hamiləlik arzu edirəm. Sualları bizə göndərin. Problemli durumlarda həkimə müraciət edin, bizə müraciət edin. Kanalımıza abunə olmağı da unutmayın. Hələlik.